Başın sağ olsun. Ne başın sağ olsun. Çıksın bana cevap versin. Bütün səhiyyə, təbib, hamısı içdi mənim qardaşımın balasını burada öldürdülər, həkimləri öldürdülər. Ölü bey, ölüb ne koma. Akşamdan ölü bey o. Yalandan değil. Sistemin axırında 2 dənə iğnə vurdular içine. O sistemin içine vurandan sonra komaya düştü. Sumqayıtda faciə baş verib. Hadisə 2 nömrəli doğum evində qeyd alınıb. Belə ki, 27 yaşlı Zərifə Əliyeva 2 körpə uşaq anasıdır və 3-cü hamiləliyi ilə məhz bu xəstəxanaya gətirilib. Yaxınlarının verdiyi məlumata görə hamiləlik dövründə vəziyyəti yaxşı olsa da, ancaq xəstəxanaya gətirildikdən sonra həkimlərin səhlənkarlığı səbəbindən məhz komaya düşüb və dünyasını dəyişib. Hazırda yaxınları fəryad edir və bu məsələnin dəqiq baş vermə səbəblərinin araşdırılmasını tələb edirlər. Məlumata görə 2 az yaşlı uşaq anası olan Zərifə Əliyeva özünü qəfil pis hiss etdiyi üçün yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı onun 8 həftəlik əkiz hamilə olduğu müəyyən edilib. Qadının vəziyyətinin stabil olmadığı bildirildiyindən tibbi qərar əsasında abort həyata keçirilib. Yaxınların iddialarına görə məhz bundan sonra qadının vəziyyəti kəskin şəkildə ağırlaşıb. Onların sözlərinə görə əsasən həkimlər tərəfindən vurulan iynədən sonra qadın komaya düşüb. Hadisənin gedişində ailə üzvlərinə qadının real durumu barədə dolğun məlumat verilmədiyi üçün ölüm faktının bir müddət gizlədildiyi iddia olunur. Ətrafı danışırıq, nə baş verir, necədir, nə vaxt gətirmişsiniz qızınızı bura? Dünən tezdi. Gətirdi, yaxşı idi, istəyirdi. Qarnı gedirdi, bir də qusurdu. Sistem zad elədilər. Sonra axşam saat 4 idi, gətirlər sistemi qoşdular. Sistemin axırında 2 dənə iğnə vurdular içine. O sistemin içine vurandan sonra komaya düştü. Qapqara qaraldı, boğuldu. Apardılar yuxarıda da bir dəfə də keçdi. Bütün səhiyyə, təbib, hamısı içdi mənim qardaşımın balasını burada öldürdülər, həkimləri öldürdülər. Həkimin balı öldürdü mənim qardaşımın körpə balasını. Ay Allah sana qurban ola bu nəşini başımıza. Bakıdan belə deyir, bakını Ay Allah Allah. siz özünüzü deyir ki, dərman içir bu arxada. Ay Allah, ay Allah. Xanım özü danışsın. Ay Allah, qardaşımın balasını bax bunlar öldürdü. Qadının yaxınları bildirirlər ki, xəstəxana rəhbərliyi və tibbi personal əvvəlcə onların vəziyyətinin ciddiliyindən xəbərdar etməyib. Yalnız daha sonra başınız sağ olsun deyərək ölüm xəbərini veriblər. Ailə baş verənlərdə həkim səhlənkarlığının olduğunu düşünür və xüsusilə səhv iynə vurulması ehtimalını irəli sürürlər. Başın sağ olsun. Ne başın sağ olsun. Çıksın bana cevap versin. Çıksın bana cevap versin. O yaş yarımında uşağı var ya onun. Mama değil. Ben onu kimin kızına aparım mama desin ona. Ay, kime deyim? Kime çıksın? Kim çıksın? Ölü bey, ölüb ne koma. Akşamdan ölü bey o. Yalandan değil. Sumqayıtın bütün həkimlərini yığıbdı bura. O gedir, o gelir. O gedir, o gelir. Gelsin o həkimlər də, gelsin cavab versin. Gelsin cavab versin o həkim də. Ölübdü da. Ozi gelip, ürək gelip, börək gelip. Neçə uşaq anasıdır? 2 uşaq, biri 3 yaşlı, biri yaş yarımdı. Ne? Bu 3-cü hamiləliyidir də. Bu 3-cüydü ha, o elədi. O eləyib, neyniyib, o eləyib. 8 uşağa hamilə. Eciz idi, 8-9 həftəli idi. O eləyib ki, o onu təkrar Nəcibə doktorun yanına göndərmədi, o elədi. Faciə nəticəsində 2 az yaşlı uşaq anasız qalıb. Hadisə ailə üzvləri və yaxınları arasında dərin sarsıntı yaradıb. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, səhər saat 10:30 radələrində xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb. Saat 10:50 radələrində mövcud kliniki protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, poliqram çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb. Meyit müvafiq qaydada təşrif üçün aidiyyəti qurumlara təhvil verilib. Qeyd edək ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edildiyi, fakt üzrə araşdırma aparılacağı bildirilir. Qadının ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün tibbi ekspertizə təyin olunacağı da gözlənilir. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.